Biznes tariximiz elə də böyük deyil, elə müstəqilliyimiz qədərdir. Müstəqil olduqdan sonra bir çox istiqamətlər inkişaf etdiyi kimi biznes də öz inkişafına qədəm qoyur. Son 30-35 ili müxtəlif mərhələlərə bölmək olar. 94-cü ilə qədər o vaxtda biznes alver kimi anlaşılırdı. Sonra kiçik ticarətlər, Türkiyədən, Çindən mal gətirmələr və daha sonrakı dövrlərdə şirkət, sahibkar olma dövrüdür. Hətta uzun dövrlərdə Azərbaycan insanının dilində sahibkar sözü olmayıb belə. Hətta Sovet dövründə sahibkar sözünə görə cinayət işi belə açılırdı. Və bu son dövrlər ərzində biznesimiz inkişaf etməyə başladı. İnkişaf etdikcə sahibkarlar müxtəlif idarə etmə mexanizmləri tətbiq etməyə başladılar. İqtisadiyyatımız neftdən asılıdır. Neft pullarının ölkəyə axını və yaxud da ki, qlobal böhranlar, devalvasiyalar, neft böhranları, pandemiya kimi uzun bir yol keçdi sahibkarlarımız. Və bu dövrlərdə güclülər sağ qaldı və zəiflər isə uduzub geridə qaldılar. Son dönəmi analiz etdikdə baxmaq olur ki, Azərbaycanda sahibkar nə qədər çox çalışırdısa, nə qədər möhkəm qaça bilirdisə də, bir o qədər pul qazana bilirdi. Amma indi isə yeni bir mərhələ başlayır. Bu mərhələ artıq çox çalışan, çox qazanacaq anlamına gəlmir. Artıq trendlər dövrüdür, artıq yeniliklər dövrüdür, artıq data dövrüdür, artıq rəqabətin gücləndiyi bir dövrüdür. Və sahibkarlar klassik metodları burada tətbiq etdikdə, təbii ki, rəqabətdən geri qalacaqlar. Nəticədə bu ziyan birbaşa onlara dəymiş olacaq. Digər şirkətlər, sistem, struktur, idarə etmə, biznes proses, bazarı zəbt etmə, yeni strategiya qurma, mövqelənmə kimi yanaşmalar tətbiq etdikdə, əgər hər hansı bir kiçik və orta biznes sahibi hər şeyi mən edəcəm prinsipi ilə davam edirsə, təbii ki, rəqabətdə digərlərini uduzmuş olacaqdır. 26-cı il gəldi artıq. Yeni reallığın içərisindəyik. Yeni vergi kotirovkaları, əmək haqqı artımları, icarə artımları. Bunlar heç bir sahibkarı gözləmir. Sahibkar isə bütün bu turbulent biznes mühitində sağ qalmalı və komandasını irəli aparmalıdır. Əziz sahibkar, müraciətim sənəndir. Sənin indi düşməyə bir fürsətin var. Mən klassik yanaşma ilə gedirəmmi, yoxsa yeni yanaşmalar tətbiq edəcəm? Yeni yanaşmanı tətbiq etmək üçün sən öyrənməlisən, sən yaxşı komanda formalaşdırmalısan və sən birinci özünü inkişaf eləməlisən, sonra da biznesini öz ardınca dartmalısan. Yekunda istəyim odur ki, hər bir sahibkar öz biznesinə kənardan baxsın, öz biznesini davamlı qiymətləndirsin və strukturlu, sistemli və gələcək nəsilə ötürülə biləcək bir biznes formalaşdırsın.